Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata güneş olsun əziz dostlar, əziz izləyicilər. Hər bizi salamlayıram. Son günlər Azərbaycan mətbuatında, xüsusilə Azərbaycanın özəl mətbuatında İsrail-İran müharibəsi ilə bağlı çox qeyri-obyektiv bir ictimai yaratmağa çalışırlar. Hətta bizim dostumuz Cahandar Bayoğlu və o cümlədən Mediatürk televiziyasının və hörmətli bizim dostumuz, bizim cənab prezidentimizi dəstəkləyən Zaur Qəriboğlu da İran İslam Respublikasını müdafiə eləməyə başlayıb və çox təəssüflə qeyd edirəm ki, belə bir mənzərəni biz müşahidə edirik. Və bizim haqqımızda nə deyirlər desinlər, biz hesab edirik ki, kim İsraili dəstəkləyirsə, siyasi mövqeyindən asılı olmayaraq biz onun yanındayıq. Bunun səbəblərini də sizə açıqlayacağım. Bilirsiniz ki, 44 günlük müharibədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev məhz Harop silahları ilə, F-35, F-16 silahları ilə Rusiya Federasiyasının İskəndər M raketinin, Rusiya Silahlı Qüvvələrinə məxsus İskəndər M raketinin və İranın şahid dronlarını 44 günlük müharibədə və antiterror əməliyyatında zərərsizləşdirdi və bir çox terror aktlarını törədən, Gəncə, Tərtər, Bərdəyə terror aktı törədən Rusiyanın və İran istehsalı olan dronları və İskəndər M raketlərini məhv elədi və bunlar hamısı bu hərbi qənimətlər parkında nümayiş olundu və xatırlayırsınızsa cənab prezidentimiz İsrailin Harop silahına belə sığallamışdı. Və son çıxışında cənab prezident Təhlükəsizlik Şurasının çıxışında açıq şəkildə İran Fars Molla rejiminə şərəfsiz dedi. Hətta bunu Azərbaycanda xaricdə yaşayan blogerlər və prokurorluq tərəfindən barələrində cinayət işi açılan Azad Söz telekanalının baş redaktoru Tural Sadıqlı da etiraf elədi ki, Azərbaycan Respublikasının prezidentinə qarşı onun yaşadığı iqamətgaha terror cəhdi edilmişdi və bu terror cəhdinin arxasında İran İslam Respublikasının dronları var. Baxmayaraq ki, cənab prezidentimiz təhlükəsizliyi çox yüksək səviyyədə qorunur və Dövlət Təhlükəsizlik Xidməti də İranla bağlı xüsusi əməliyyatda bunu etiraf elədilər ki, xüsusilə videobloger Mehman Hüseynov etiraf elədi ki, narkotika və qaçaqmalçılıq yolu ilə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər yenidən cinayət işi açıldı və onların cinayət işi açılması İrana cəsusluq məsələsidir. Çünki qaçaqmalçılıq yolu ilə sərhəddi qanunsuz keçirən vətəndaş saxlanılmalıydı. Və bu barədə Mehman Hüseynov çox təşəkkür edir ki, bu barədə açıqlama verdi. Və digər tərəfdən Dövlət Təhlükəsizlik Xidməti çox uğurlu daha bir əməliyyat keçirdi. Ölkə prezidentinin gəlini haqqında xoşa gəlməyən bir ictimai rəy yaranmışdı və bir çox videoblogerləri aldadan bir Fərid İsmailov adlı Rusiyanın xüsusi xidmət orqanlarına işləyən cəsusu yaxaladılar və adam Rusiyanın xüsusi xidmət orqanlarına məlumatlar almışdı ki, güya ölkənin prezidentinin qaynatası Qod Nisanovdur. Və bu məlumatı, bu dezinformasiyanı videoblogerlərə çatdırmışdı. Buna da Dövlət Təhlükəsizlik Xidməti üzə çıxartdı ki, Azərbaycan Respublikası prezidentinin Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bir halda ki, ölkə prezidentinin ailəsinə qarşı xüsusilə Azala məxsus təyyarə 25 dekabr 2024-cü ildə terror hücumu təşkil olunmuşdu və bu terror hücumu da qarşısı alınmışdı. Və bu barədə Azərbaycan Dövlət Televiziyasına cənab prezident müsahibə vermişdi. Ona görə də mən tam məsuliyyətlə deyə bilərəm ki, ölkə prezidenti bugün Amerika Birləşmiş Ştatları ilə, İsrailin təbii müttəfiq olan əslən Yahudi Donald Trumpla və Vence-lə görüşlər oldu, Vaşinqton görüşü oldu və Sülh Şurasına qoşuldu. Sülh Şurasında da bu iclasda iştirak elədi. 2 milyard dollar məbləğində ölkə üçün, vətən üçün, dövlət üçün
Amerika ilə müttəfiqlik əslində yahudi lobbisi ilə müttəfiq olmalıdır. Çünki Azərbaycanda dağ yahudiləri var və onlardan biri Albert Ağarunov 1-ci Qarabağ müharibəsində şəhid olub. Yəni bunları da mən elə gəlir ki, ictimaiyyətə açıqlamaq lazımdır və insanlar da çaşqınlıq içində olmasınlar. O ki, qaldı Güney Azərbaycan məsələsinə, biz hesab edirik ki, İsrailin heç bir halda Güney Azərbaycan məsələsində mövqeyində, o bilirsiniz də, Təbriz nağılları məsələsi var idi. İsrailin dövlətinin rəsmi bəyanatı var idi ki, İran İslam Respublikası, Fars Molla rejimi və Şah rejimini gətirmək fikri yoxdur. Orada Kürd dövlətinin qurulması fikri yoxdur. Kürd dövlətini qurmaq istəyən iki dövlət var. Biri Rusiya Federasiyasıdır və İran İslam Respublikasıdır. APO dediyimiz Abdullah Öcalanın da ekstradisiyasını məhz Bülent Ecevitə İsrailin təkidi ilə Amerika Birləşmiş Ştatlarının CIA orqanı rəsmi şəkildə Kenyada Amerikanın səfirliyində baş vermişdir. Yəni İsrailin haqqında uydurmalar və yaxud da bir kampaniya aparırlar. Bu kampaniyanın da mənə gəlir ki, heç bir hüquqi əsası yoxdur. Biz demokratik ölkədə yaşayırıq, hər kəs öz fikrində azaddır. Və biz seçdiyimiz, dəstək verdiyimiz cənab prezidentimizi də son damlamıza qədər dəstəkləyəcəyik. Milli Fədai Hərəkatı olaraq dəstəkləyəcəyik. Bugün İsrailin dəstəkləyən insanlar xaricdə də var. Bunlardan biri təbii ki, Əli Oğuzdur və Əli Oğuz da bizlə bu barədə söhbət elədi və biz də Əli Oğuza dedik ki, narahat olmayın, prokurorluq sizin barənizdə cinayət şahsı da biz mütləq bu qərarın da ləğv olunmasına çalışacaq. Hesab edirik ki, İsrailin tərəfdarları, İsrailin dəstəkləyənlər həm də Xəzər xaqanlığının, Xəzər imperatorluğunun, Xəzər Turan imperatorluğunun bilirsiniz ki, bugün generallar, sepah generalları və o cümlədən Ali Dini Şura, yəni türk olmayan, türk millətini sevməyən insanlar Xomeyni və digər erməni yanlıları, Rus yanlıları bugün İran Fars Molla rejimini 79-cu il inqilabı ilə qurublar və onlar əcəb olublar, ölüblər. Onlar terrorçu olaraq zərərsizləşdiriliblər və ona görə də İsrailin tərəfdarlarının Qarabağ müharibəsində hamımız mövqelərini gördük. Ona görə də Qarabağı sevən, Azərbaycanı sevən insan nə Rusiyanı, nə İranı, nə Ermənistanın o arsaq qondarma rejimi dəstəkləməməlidir. Biz görürük ki, bugün özünə Turançılıq ideologiyasının tərəfdarları olan, elçibə ideologiyasını dəstəkləyən, cənab prezidentimizi dəstəkləyən insanlar da mütləq İsraili dəstəkləməlidir, İranı dəstəkləməməlidir. Biz sadəcə tövsiyə olaraq Candar bəyə və Zaur Qəriboğlu kimi bizim ziyalılarımıza çağırış edirik ki, İranı qətiyyən dəstəkləməsinlər. Medialarında İran əleyhinə, Rusiya əleyhinə nə qədər mediada informasiya varsa, onu yaysınlar. Digər tərəfdən biz cənab prezidentimizə qarşı təxribat hazırlayan, bəzi vəzifə səlahiyyətlərini aşan insanlar oldu. Biz onları da qeyri-qanuni, xuliqan davranışını açıq şəkildə bütün dünya mediasında qınadıq. Və dedik ki, bir insan bu cür xuliqan hərəkətlərini heç bir yerdə eləyə bilməz. Hətta bilirsiniz ki, polis haqqında qanun var ki, polisin də heç bir halda kiminsə hüquqlarını pozarsa, onun da vəzifədən alınması və onun barəsində cinayət işinin polis istintaq komitəsi var ki, cəzasını ala bilər. Və bu barədə polisin səlahiyyəti də var. Ona görə də dostlar, mənə elə gəlir ki, insanlar qanunları bilsələr və qanunları pozmasalar, yol hərəkəti qaydalarını pozmasalar, rüşvət almasalar, xaricdən qrant almasalar, heç bir qorxusu yoxdur ölkədə. Və ona görə də dostlar, mən hətta Xalq Parlamentinin bir çox insanlarla da məsələdə yollarımı ayırdım. Çünki artıq gördüm ki, onlar da İranı dəstəkləyirlər. Həm Ərəsli Noruzlunun, həm də Teymur bəyin komandasında çox təəssüf ki, İran yanlıları çoxdur.
həddindən çoxdur. Rusiyanlıları həddindən çoxdur və özlərinə Rəsulzadə Elçibəy yolunda deyən insanlar, məsələn, indi demokratiya uğrunda mübarizə aparmış siyasi məhbuslarımızı müdafiə edən Abid Qafarov bugün İranı dəstəkləyirsə və o biri tərəfdən Xatirə Cəbrayilova Rusiyada yaşayırsa, Qurban Məmmədov öz efirində Rusiya İranı dəstəkləyirsə, biz onları artıq müxalifətçi kimi görə bilmərik. Bizim ölməz prezidentimiz və ölkəmizin ən demokrat prezidenti və Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin çox müdrikələnən bir sözü var idi. Biz Moskva çocukları ilə, Tehran çocukları ilə heç bir zaman iş birliyində ola bilmərik. Ona görə dövlətin siyasəti var. Dövlətin siyasətinə zidd gedən qüvvələr cəzalarını alacaqlar. Yeri gəlmişkən biz Azərbaycandakı Almaniya səfirliyinə getdik və bu dələduz Rafael Piriyev haqqında bizim səhifəmizə hücum eləyən, bizim profilimizə hücum eləyən xuliqanı, cənab prezidentimizə qarşı təhqiramiz ifadə səsləndirən şəxsi də ifşa edərək həmin şəxsi Almaniya səfirliyində məlumatı ötürdük və dərhal gördük ki, prezident az saytında Metz zəng eləyib, İlham Əliyev Metzə xəbərdarlıq edib, deyib ki, mənə seçici vətəndaş, daha doğrusu Almaniya səfiri hətta səfirin müraciətini Metz vasitəsilə Metz özü İlham Əliyevə çatdırıb ki, sizə dəstəkləyən bir vətəndaşınız var və o bizə məruzə elədi ki, narahat olmayın, biz yaxın zamanda Rafael Piriyevi, yəni bizim ölkəmizdə də yadi lobisi güclü olduğu üçün biz səhvən tarixən Hitler Almaniyasını hakimiyyətə gətirdik və yahudilərə qarşı soyqırım törətmişik. Amma bilirsiniz ki, biz Məhəmməd Əmin Rəsulzadəyə də sığınacaq vermişdik. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan legionerlərinin yaranmasında Rus işğalına qarşı dəstək vermişik. Yəni bu məsələ mətbuata çıxmayan məsələdir və Rəsulzadənin Azərbaycan xalqı qarşısında xidmətlərinə görə, dövlətçiliyimiz qarşısında xidmətlərinə görə, mən burada Azərbaycan bayrağında sizə göstərim və xidmətlərinə görə biz əlbəttə ki, mən bir daha demək istəyirəm, bizi heç kim həbs eləyə bilməz və biz nə qədər ki rüşvət almamışıq, nə qədər ki xaricdən qrant almamışıq, biz nə qədər ki Azərbaycan Respublikasının dövlət atributlarına prezidentimizi dəstəkləyirik, heç kim bizi həbs eləyə bilməz. Çünki biz seçmişik Prezident İlham Əliyevi və biz müdafiə edirik, biz qoruyacaq. Ona görə də hətta Naxçıvanda vurulan dronların da İsrailə heç bir aidiyyəti yoxdur. Ona görə əziz dostlar, əziz izləyicilər, əziz media nümayəndələri, insanlarda çaşqınlıq yaratmaq lazım deyil və məlumatlar bilə-bilə məlumatlar ötürülür ki, Güney Azərbaycanlıların hüquqları getdikcə tapdalanır, onlar edam olunurlar, 44 günlük müharibədə həyatlarını itirən, daha da 44 günlük müharibədə Azərbaycanı dəstəkləyən və İran tırlarını dayandıran Güney Azərbaycanlılara edam hökmü verən alçaqlar, binamuslar, bir şərəflər bilsinlər ki, İsrail sizi məhv eləyəcək, İsrail sizin kimi generalları, sizin kimi terrorçuları zərərsizləşdirəcək. Ona görə də ağlınızı başınıza yığın, Tel-Əvivi vurmaqla, Hayfanı vurmaqla İsraili və İsrailin təbii müttəfiqləri olan və bizim müsəlman qardaşlarımıza Ramazan bayramında siz hücum eləsəz belə, İsrail son damlasına qədər Güney Azərbaycanın istiqlaliyyəti üçün və Xəzər xalqanlığının, Xəzər imperiyasının qurulması üçün lazım olsa Xəzər donanmasını da vuracaq və siz heç nəyə qadir deyilsiniz. Siz müharibəni uduzmusunuz. Bugün İsrailin Ukrayna xalqına da böyük mənada dəstəyi də var. Ona görə də əziz dostlar, mən açıq şəkildə mövqeyimi bildirdim. Mən İranı dəstəkləyə bilmərəm. Mən 50 milyon Azərbaycanlının hüquqlarını tapdalayan və bugün özünə prezident deyən Pezeşyan öz xalqını da, öz Azərbaycan türklərini də, 50 milyon Azərbaycan türkünü də, Qaşqay türklərini də, digərlərini də
ölkəni təhlükə altına alır. Və Azərbaycan dövləti onlara humanitar yardım eləyir. Siz isə nə edirsiniz? Oradakı Azərbaycanlıların hələ də hüquqlarını tapdalayırsınız. Utanmaz şəhərdə bambılı Pezeşkan şəhəri gəzir. Bəs nəyə görə siz bugün İsrail lehinə, İsraili müdafiə edən bəyanatlar səsləndirmirsiniz? Nədir? Xomeynidən qorxursunuz. Xomeynin də başını əzdi İsrail dövləti. Dəmir yumruğunu göstərdi İsrail dövləti. Ona görə əziz dostlar, əziz izləyicilər, heç nədən qorxmayın. İsrail dövləti dünyanın ən demokratik ölkələrdə, Avropa Şurasında, Sorosa, Rockefeller'e və dünyanın mason ailələrini maliyyələşdirir. Bugün İsrail əleyhinə danışan insanlar ən cahil, Quran-ı Kərimi oxumayan, İncili oxumayan, Tövratı oxumayan cahillər yığınıdır. Əziz dostlar, əziz izləyicilər, bütün peyğəmbərlər hamısı Yahudi kökənli olub. Və bugün Azərbaycanda transmilli kooperasiyalar, ölkədə demokratiya və insan haqlarını müdafiə edən beynəlxalq təşkilatların hamısının maliyyə məhz Yahudi lobisindən gəlir. Human Rights Watch, Amnesty International, Repertuarın Azadlıq Cəmiyyəti, Freedom House. Siz nə qədər cahilsiniz, ay İran yanlıları, ay Abid Qafarovlar, ay Qurban Məmmədovlar, ay Rafael Priyevlər. Bəsdirin dövlətimizə qarşı, bəsdir xalqımıza qarşı, Güney Azərbaycanlıların hüquqlarını tapdalayan qüvvələrə qarşı dəstək verdiniz. Hanı sizin qeyrətiniz, hanı sizin namusunuz, hanı sizin cəsarətiniz? Çıxın, siz Böyük Britaniya kimi, Yahudi lobisi tərəfindən idarə olunan bir ölkədə yaşayırsınız. Almaniya kimi vaxtı ilə Hitleri yargılayan, İsraildə yargılayan bir ölkədə yaşayırsınız. Bugün nə qədər boğazlarına yırtıb AFD partiyasını hakimiyyətə gətirə bilmirlər Almaniyada. Bəli, səfir mənə hətta dedi ki, bizim ölkəmizdə Fələstini dəstəkləyən insanlar da var. Hanı o Fələstin? O Fələstin deyilmi ki, 44 günlük müharibədə Azərbaycanı yarı yolda buraxdı? Mən o türk dövlətlərini də, türk xalqlarını da qınayıram ki, Nəyə görə onlar gedib sülh şurasında 7 milyard dollar Qəzzaya yardım edirlər? O Qəzza ərəb dövləti və müsəlman dövlətidir. Bu, Türk dünyasının İslam dinini qəbul eləməsi və yaxud da Xristiyanlıq dinini qəbul eləməsi səbəbindəndir. Niyə görə onlar Donald Trump'a müraciət eləmədilər ki, bizim Krım boyda dərdimiz var, Uyğur boyda dərdimiz var. Baxın, Krım platformasını Ukrayna yaratdı və Ukrayna xalqı dünya demokratik ölkələrə dəvət elədi ki, Krım boyda bizim dərdimiz var. Krım bugün işğal altındadır. Krımın 50% işğal altındadır və 50%-ni azad eləyib. Və Krım körpüsünü bugün Ukrayna nəzarətə götürüb. Ukrayna bugün Rusiyanın nə qədər Lukoyla aid nə qədər neft bazalarını vurur. Və bunu bizim müstəqil mediamız Kanal 13 yayınlayıb. Əziz dostlar, əziz izləyicilər, Dövlət Təhlükəsizlik Xidməti də bilirsiniz ki, çox mükəmməl şəkildə Pegasus proqramından istifadə edərək dünyanın ən demokratik ölkələrin, Amerika Birləşmiş Ştatlarının CIA, İngiltərənin MI5, Türkiyənin Milli İstihbarat Təşkilatı ilə onun metodundan, onun müasir texnologiyasından istifadə elədi. Baxın, İctimai televiziya, dövlətin televiziyasının vasitəsilə bildirdi ki, ay Rusiyanın tulaları, ay Rusiyanın əlaltıları, siz gedib Qod Nisanovu təqdim eləməklə əslində Azərbaycan prezidentini təhqir edirsiniz. Azərbaycan prezidentinin vaxtı ilə Azala məxsus təyyarədə ona qarşı sui-qəsd cəhdini əslində müdafiə eləmiş oldunuz. Və Dövlət Təhlükəsizlik Xidməti çox mükəmməl şəkildə, xüsusi peşəkarcasına, çevik şəkildə ayıq-sayıq davrandı və bu çox mükəmməl bir şəkildə həmin o Qod Nisanovu sırıyan insanları ifşa elədi. Baxın, o Fərid Salmanov Rusiyanın xüsusi xidmət orqanlarına necə canla, başla xidmət eləyirdi. Baxın, ölkənin prezidenti cənab İlham Əliyevin çox humanitar bir gəlini Ukrayna xalqının, qardaş Ukrayna xalqının Odessa şəhərində yaşayan bir insanı Mehman Hüseynov təqdim elədi. Mehman Hüseynovdan təşəkkürlərimi bildirirəm. Və bir daha qeyd etmək istəyirəm ki,
ədaləti, hüququ müdafiə eləmək, obyektiv yanaşmaq vacibdir. Və nə iqtidarın, nə müxalifətin prizmasından yox, məhz müstəqil bir şəkildə yanaşmaq lazımdır. Mən bir daha demək istəyirəm ki, gedin o İran bayrağı ilə Almaniyanın küçələrində cəsarətiniz, ləyaqətiniz çatırsa, çıxın, dəstəkləyin. Amma görün sizi necə o, bilirsiniz də, həmin o Bakının düz mərkəzində ehsan verən insanları, İranın Fars Molla rejimini və Xomeynin bayrağı ilə olan adamları polisimiz, şanlı polisimiz saxladı və onlar barəsində cinayət işi açdı və onları həbs elədi. Rusiyanın SSR bayrağını qaldıran insan haqqında cinayət işi açdı. Adnan Həmədzadənin həbsi ilə bağlı Rusiyaya qaz satan həmin o dələduz saxlanıldı və hesab edirəm ki, qanun şahdır və heç kim qanunu poza bilməz. Və bu gün dünyanın Yahudi lobisi, dünyada demokratiyanın, insan haqlarının qorunmasına cavabdehdir. Çox təəssüf ki, Şuşa bəyannaməsini bu şəkildə tapdalayan tərəf Türkiyə Cumhuriyyəti, Mustafa Kemal Atatürk'ün yolu ilə getməyən Türkiyə Cumhuriyyətinə biz sözümüzü dedik. Baxın, görün, kimin cəsarəti, kimin qeyrəti çatdı ki, Əkrəm İmamoğlu'nu Azərbaycanda hətta belə bir başlıqla ölkəmizin ümumi lideri Heydər Əliyevi ziyarət edildiyinə görə şəhidlərimizi və ərazi bütövlüyümüzü və müstəqilliyimizi uğrunda canlarını fəda edən şəhidləri ziyarət edildiyinə görə və özünə Osmanlı torunuyum deyən və Böyük Orta Doğu projesinin eş başkanı deyən ölkənin Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyip Erdoğan Əkrəm İmamoğlu'nun həbsi ilə bağlı palas-palas bəyanatlar verdi. Baxın, Şuşa bəyannaməsini kim pozur? Və bugün Türkiyə Cumhuriyyətinin prezidenti, Cumhurbaşqanı nəyə görə güneyli soydaşlarımızı müdafiə eləmir? Bunu deyin, bunu açıqlayın, səbəblərini bildirin. Niyə Türk mediası iqtidarlı, müxalifətli Fələstin, Fələstin deyə haykırır, amma Güney Azərbaycan deyə haykırmır, Uyğur deyə haykırmır, Krım məsələsi, Krım tatarları deyə haykırmır, Rusiyanın tərkibində olan, İranın tərkibində olan, Çinin tərkibində olan, Əfqanistanın tərkibində olan türklər imin inləyirlər, Turandan danışırlar, Turan sevdalısından danışırlar. Baxın İsrailin bayrağına, İsrailin bayrağında Davud ulduzuna əlavə o göy mavi rəng məhz Dəclə Fərat çayı üzərində, Nil Fərat çayı üzərində böyük bir Xəzər İmparatorluğunun qurulması. Baxın, Xəzər İmparatorluğu hansı əraziləri, hansı hövzələri ifadə edirdi? Bəli, Altay dağlarından ta yaxın şərqə qədər böyük bir coğrafiyanı ifadə edirdi. Və bugün İsrail dövlətinin məqsədi Azərbaycanla qardaşlığı və Macarıstanla qardaşlığı, Avropa Birliyində, Avropa Parlamentində nə qədər türklər yaşayır və Balkan yarımadasında nə qədər türklər yaşayır və onlar bugün Xəzər İmperiyasının qurulmasını istəyir. Baxın, Fələstin yanlıları, Fələstini dəstək verən bir Avropa Şurasının deputatını görün, İsrail kəşfiyyatı necə peşəkarcasına onları saxladı və onlar barəsində tədbir gördü. Ağlınızı başınıza yığın, yəni siz riyakarcasına, riyakarlıq edərcəsinə, ikiyüzlü edərcəsinə göz görə-görə Azərbaycanın, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsi olan bir bölgəni vururlar. Utanmazcasına, həyasızcasına İranı müdafiə eləməklə məşğulsuz. Doğrudan da cənab prezidentə əsl xəyanət edirsiniz. Əsl xəyanətkar qüvvələrsiniz. Digər tərəfdən, əziz dostlar, bəli, biz bu həqiqətləri insanlara çatdırırıq və insanlara deməyi bacarırıq. Qorxmadan çatdırırıq. Bizim, baxın, Milli Fədai Hərəkatının canlı yayımda səsimizi də boğmağa, səsimizi eşitdirməməyə çalışırlar. Amma biz yolumuza, son damlamıza qədər davam edəcəyik. Mən hesab edirəm ki, Əli Oğuzla doğrudan da biz son damlamıza qədər mövqeyimizi, baxın o nə qədər Fars Molla rejiminə işləyən insanları müdafiə edəcəyik.
Bu gün xaricdə yaşayanların çox az bir qismi, heç yox dərəcəsindədir. Yəni az bir qismi görür ki, İsraili dəstəkləyirlər. Amma başlayıblar, mən müsəlmanam. Müsəlmansan, get Uyğurları müdafiə elə. Sən müsəlmansan, get Güney Azərbaycanları müdafiə elə. Müsəlmansan, get Krım tatarları müdafiə elə. Niyə müdafiə eləmirsən? Rusiyada inim-inimliyən türklər yaşayır, başqırtlar yaşayır, çuvaşlar yaşayır, Saka, Yakutiyada yaşayır, tatarlar yaşayır. Niyə onları müdafiə eləmirsən? Niyə onların azadlığını, istiqlaliyyətini tələb eləmirsən? Hanı sənin o cəsarətin, hanı sənin o turançılıq ruhun? Doğrudan da bu insanlar Əlvi Hüseynzadənin, Əhməd Ağolunun, Yusif Akçuranın, Zəki Vəli Toğanı heç oxumayacaq qədər Montesquieu'nu və yaxud da Russonu, Kantı, Hegeli, Nietzsche'ni, baxın bunlar Yahudidirlər, əslən Yahudidirlər. Kapitalizm nəzəriyyəsinin, kommunizm, Darwinizm nəzəriyyəsinin baniləri də Yahudilərdir. Siz utanmadan hələ çıxırsınız, ağrına, bağına, bozuna baxmadan Yahudiləri təhqir edirsiniz. Quran-ı Kərimi oxuyursunuz, namaz qılırsınız, oruç tutursunuz. Amma utanmadan siz bugün Yahudiləri təhqir eləməklə məşğulsunuz. Yahudiləri lənətləyirsiniz. Siz Allahdan qorxmursunuzmu? Görün, zəlzələdə nə qədər insanlar şəhid olurlar. Mən onlara şəhid deyirəm. Amma siz utanmadan, həyasızcasına bugün İrana, Rusiyaya işləyən Fələstinlərin dərdini çəkirsiniz. Niyə bizim dərdimizi çəkmirdiniz? 1 milyon qaçqınlarımız var idi. Niyə onların dərdini çəkmirdiniz? Bizim məscidlərdə donuz saxlayanları niyə siz qınamadınız? Və İsrail dövləti heç bir zaman dini abidələrə toxunmayıb. Harada dini abidələrə toxunub? İsrail-İran müharibəsində və yaxud da İsrail-Fələstin müharibəsində məscidlərin hansı birinə dəyib? İsrailin özündə nə qədər məscidlər var? Kilsələr var, sinagoglar var. Azərbaycanın mərkəzində sinagog da var, məscid də var, kilsə də var. Biz baxın, Xəzər xaqanlığının qurulmasını istəyən İsraili, baxın, Güney Azərbaycanla bağlı, görün nə qədər dərnəklərə maliyyə ayır. Baxın, Mahmud Əli Çörəqani dünyanın ən demokratik ölkəsi olan Amerika Birləşmiş Ştatlarında sərbəst, azad şəkildə yaşayır və sözünü də deyir, həqiqətləri deyir. Baxın, görün necə dövlətimizi müdafiə edir və dövlətimizlə birləşməyini istəyir. Türkmənçay müqaviləsi bizim yaramızdır. Və bu bizim sağalmaz yaramızdır. Cəbrayılda, Xudafərin körpüsündə bizim Arazın o tayda, bu tayda bizim el-obamızdır deyən qaçaq nəbilərimiz olub. Ona görə də dostlar, əziz izləyicilər, heç bir halda həqiqi sözü, obyektiv sözü deməyin. Baxın, bizim Facebook hesablarımızın bərpa olunması və Facebookun sahiblərinin, masonların bizim indi İsrailin lehinə sözlərimizə görə, baxın, indi söyüş terrorları gələcəklər. Biri həyasızcasına gəlib mənə, deməli, Rus dilində, görün bunun riyakarlığına bax, özünə görə Azərbaycan bayrağını qoyub, Rus dilində danışır və götürüb mənə yazır ki, İsrail erməni qondarma, erməni soyqırma. O, halbuki o kürdlər törədib. Bilirsiniz ki, Əhməd Ağoğlu da, bizim qurucumuz, bizim təşkilatımızın qurucusu da ona görə Malta adasına sürgün edildi. Çünki o adam Kürd məsələsində qondarma erməni soyqırımının əslində yalan olduğunu, türklərlə əlaqəsi olmadığını deyərək bu ermənilərə qarşı törədilən kürdlər tərəfindən törədilən soyqırım qeyd etmişdir. Və kürdlərin Türkiyəni bölmək üçün Rusiyanın və İranın törətdiyini deyəməyə cəsarətləri olmayan insanlar, Moskvanın qorxusuna, Moskvanın çörəyini yeyən insanlar, 70 il Moskvanın çörəyini yeyib Moskvaya təriflər yağdıran insanlara gəncliyimizi mütü və yaltaq və qaragürüqçü eləməklə işlərini, canlarını qutarmaqla məşğuldur. Və ona görə də, əziz dostlar, bu İran yanlılarını, xaricdə oturan insanlara baş qoşmayın. Mən ona görə də bizim efirimizi ansız da vura bilməzlər. Çünki biz ölkə prezidentini, dövlətimizi öz ölkəmizdə azad şəkildə sözümüzü deyirik. Heç nədən də qorxmuruq. Biz demokratik dəyərləri, qanunları pozmadığımıza görə, rüşvət almadığımıza görə, heç bir xarici ölkə ilə bağlılığımız olmadığına görə biz dağ yahudilərini Azərbaycanda müdafiə edirik. Niyə etməməliyik ki? Baxın, İsrail-İran müharibəsində bizim 2 Azərbaycanlı inşaatçı şəhid oldu. Onu biz paylaşdıq. Və utanmadan bugün dünyanın ən demokratik ölkələrin medialarında, baxın, BBC kanalı da, CNN kanalı da, DW, Almaniyanın DW kanalı da hamısı yazır ki,
Bu terörün arkasında İran var. Bakın Ukrayna prezidenti Zelenski bütün beyanatlarında deyir ki bizə İran dronları, şahid dronları və Rusiyanın İskəndər ev raketləri bizim Kiyevi, Xarkovu və digər yerləri bombalayırlar, terör eləyirlər. Bunu hətta bizim dövlət kanallarımızda bunu yayınlayırlar ki, buna son vermək lazımdır. Nə qədər həyasız olasınız. Ukrayna dövlətində nə qədər Yahudilər ki, Alman faşizmindən görə soyqırıma məruz qalıblar. Və Zelenski özü də etiraf edir, bundan da çəkinmir ki, mən Yahudiyam. Zelenski əslində Krım Yahudilərindəndir, Xəzər Yahudilərindəndir. Və Ukrayna özünü Xəzər xaqanlığının, Xəzər dövlətinin varisi hesab edir. Ona görə Ukrayna Osmanlı İmperiyasının tərkibində oldu və Rəcəb Tayyip Erdoğanla Ukrayna arasında yaxın münasibətlər var və Çankaya köşkündə onlar görüşdülər. Və Amerika ilə də, dünyanın demokratik ölkələrlə də dəstək alır. Baxın, cənab prezident ən aparıcı Avropa Şurasının prezidenti Koşta ilə görüşdü və bu mənim üçün böyük bir fəxr oldu. Və doğrudan da Avropa ilə Azərbaycan arasında insan haqları məsələsi var, o da həllini inşallah tapacaq. Bütün siyasi məhbuslara azadlıq arzulayıram və İslam dünyasını və İsraili sevən və ümumiyyətlə ən firavan həyat yaşayan, demokratik ölkələrdə yaşayan müsəlman qardaşlarımızı müqəddəs Ramazan bayramı münasibəti ilə və Türk dünyasını Altay dağlarından Kəngər körfəzinə qədər yaşayan bütün Türk dünyasını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Və hesab edirəm ki, İsrail əgər İranı məğlub edərsə və İranda Yugoslaviyaya bənzər parçalanma baş verərsə, əmin ola bilərsiniz ki, mütləq biz müstəqil bir Güney Azərbaycan dövləti, hətta Cahandar bəyin, bizim hörmət elədiyimiz Cahandar bəyin dediyi kimi, mütləq mənada biz Qaşqay Türk dövlətini də qurulmasına nail olacaq. Ona görə də dostlar, biz demokratik ölkədə yaşayırıq. Hər kəsin fikrində azaddır. Cahandar bəy də azad fikrini deyə bilər. Cahandar bəy də, Zahir bəy də çox savadlı və çox vətənpərvər bir jurnalist kimi Zahir Qəriboğlu'nun da mövqeyi dəyişə bilər. Biz əlbəttə ki, sadəcə fikrimizi, tənqidlərimizi bildirə bilərik və biz bilirik ki, cənab prezidenti dəstəkləyir və 44 günlük müharibədə Turan sevdalısı olduğunu bilirik. Ona görə onlar haqqında həmişə hörmət çərçivəsində, etik çərçivədə yanaşırıq və biz də Əli Oğuz kimi bir nadir bir İsraili dəstəkləyən insana sayğılarımızı, hörmətlərimizi bildiririk və sağ olsun Əli Oğuz bizi Milli Fədai Hərəkatının efirində və bizi efirə dəvət elədi, bizi çox yüksək səviyyədə hörmətlə, izzətlə bizi efirə dəvət elədi, bizim cənab prezidenti dəstəklədiyimizi bilə-bilə bizi efirə dəvət elədi, bizim fikirlərimizi aldı və bizim obyektiv fikirlərimizi aldı və bizim etatist olduğunu, etatizmə xidmət eləyən bir insan olduğunu görə bizi efirə dəvət elədi və biz efirdə çox maraqlı bir diskussiyaları apardıq. İstər bizim sədrimiz Fuad Muradov, Allah qapısını açsın, bugün həbsxanadadır və o cinayət məsuliyyətinə cəlb olunub. Bəli, bizim təşkilatımıza xəyanət etdiyi üçün və bizim dövlətimizə xəyanət etdiyi üçün bugün 4 divar arasındadır və yəqin ki, səhvlərini, buraxdığı xəyanətləri başa düşər və yəqin ki, bəraət alar. Ata Abdullayev əlbəttə səhvlərini başa düşdüyü üçün, səhvlərini anladığı üçün artıq görsə o səhvləri təkrarlamır. Çünki prezidentimizi dəstəkləyən bir insan, prezidentimizin ətrafında olan insanları mütləq müdafiə eləməlidir. Əgər sən həqiqətən Heydər Əliyevçisən, həqiqətən Heydər Əliyev yolundan milli lider Heydər Əliyevi ulu öndər hesab edirsənsə, mütləq onun komandasında müdafiə etməlisiniz. Baxın, bizim təşkilatda heç bir nazir, heç bir icra hakimiyyəti haqqında təhqiramiz ifadə səsləndirmirik. Bu bizim işimiz deyil. Biz bu işlə məşğul olmuruq. Biz vətənimizə, dövlətimizə heç bir zaman xəyanət etməmişik. Bundan sonra da etməyəcəyik. Əziz dostlar, biz İsrail bayrağı ilə onu sübut elədik ki, biz mövqeyimizi müəyyən elədik. İndi gedin nə qədər istəyirsiniz bizə ateist deyin, gedin nə qədər istəyirsiniz bizə deyin ki, Turancı deyilsiniz. Siz Turancısınız. Rusiyanın, İranın əlini oynayan Turancılar mı olar? Məyər bilmirsinizmi 37-ci ildə bizim ziyalılarımızı, Turancıları repress eləyən,
Pişəbərini, Xiyabanini öldürən, Səttarxanı öldürən Fars Molla rejimi deyilmi? Ay bədbəxtlər, ay cahillər, 25-ci ildən əsarətdəsiniz. Siz əsarətdən çıxmaq istəmirsinizsə, o sizin probleminizdir. Öz probleminizi özünüz həll edin o zaman. Əgər madam İsrail özünüzə düşmən hesab edirsiniz, o zaman gedin özünüz, o generallar, o sizə zülm eləyən o mazoxistcəsinə siz o zaman onları müdafiə edin. Ayıbdır sizə. Və ona görə də dostlar, biz mövqeyimizi açıq ifadə elədik və bizi məcbur elədilər. Həqiqətən biz niyə İmamoğlu məsələsini qaldırdıq? Son günlər görürük ki, bizim prezidentimizin ünvanına o adamlar Türkiyədə, parlamentdə ağzına gələni danışırlar. Sən kimsən? Dem partiyası. Sən kimsən? Türkiyəni bölmək istəyən, Mustafa Kemal Atatürk'ü öndər hesab eləməyən, bir terrorçu APO'nu, Səid Nursuni, Fəthullah Güləni müdafiə edənlər deyil misiniz? Həyasızlığına baxın, ne bunların? Bunlar gəlib hələ utanmazcasına Azərbaycana qarşı sabotajla məşğuldurlar. Bunlar Gültəkin Hacıbəylinin dərdini çəkiblər. Və siz onun dərdini çəkirdinizsə, nəyə görə özünüzə PKK'nı terrorçu adlandırmırdınız? Niyə Rusiya dövlətini terrorçu adlandırmırdınız? Niyə İranı terrorçu adlandırmırdınız? Hanı sizin səmimiyyətiniz? Koskoca Mustafa Kemal Atatürk'ün Türk millətinin yurdunda özünüz separatçılıq edirsiniz. Və Türk əskərlərimizi, şəhidlərimizi, bizim Mehmetçilərimizi öldürürsünüz. Suriyada Türkiyənin bayrağını indirirsiniz. Görün bunların həyasızlığına baxın. Gəlib Azərbaycan dövlətinin atributlarına dil uzadırlar. Bizim Azərbaycanda bizim hörmət etdiyimiz, azad mətbuat dediyimiz Abzas Media onu yayınlayır. Və çox faciəvi bir məsələdir ki, bugün görünür ki, Dem partiyası özünü Avropadan da rüşvət alır, Avropadan da grant alır və ona görə də bəzən insanlar aldanırlar və bu aldadıcı manevrdir. Mən Mustafa Kemal Atatürk'ün əskəri kimi, elçibəy yolunda gedən bir insan kimi düşünürəm ki, mən İsrail bayrağı ilə İnsanlara demək istəyirəm ki, həddinizi bilin, həddinizi aşmayın. Və biz, baxın, İran bayrağında heç bir peyğəmbərin, nə Məhəmməd Aleyhisselamın, nə İbrahim peyğəmbərin şəkilləri və yaxud da onun simvolları yoxdur. Amma bu görürsünüz İsrailin bayrağında Davud peyğəmbərin simvolu var. Və bizim qədim Qobustan abidələrində, Qobustan daş yazılarına gedin, baxın, həmin o ulduza rast gələcəksiniz. Davud ulduzuna rast gələcəksiniz. Gedin tarix oxuyun, bədbəxtlər, cahillər. Baxın, görün, İsrailin, Azərbaycanın nə qədər dərin tarixi kökləri var, dərin tarixi bağlar var. Haşimilər olub, Karamanoğullar olub. Osmanlının quranlardan biri olub Karamanoğulları. Cahillər. Theodor Herzl Əbdülhəmidin hüzurunda nə deyir? Deyir ki, biz yalnız Osmanlı dövlətində hüzur gördük. Türk milləti bizi idarə eləyəndə hüzur gördük deyirlər. Bugün Azərbaycanda nə qədər dağ yahudiləri var. Cahillər, görün onlar kimi dəstəklədilər? Rusiyanı mı dəstəklədilər? İranı mı dəstəklədilər? Ermənistanı mı dəstəklədilər? Cahillər, gedin tarixi baxın, görün İsrail dövləti Ermənistanla sərhədləri niyə bağlayıb? Hələ də açmır, fikir verin. Baxın, niyə Zəngəzur Trip dəhlizində Azərbaycanla Ermənistan arasında niyə Azərbaycanın səfirliyi yoxdur? Bilirsiniz niyə görə? Həmin o Fars Molla rejimi gedib orada səfirliyi açıb. İmkan vermir ki, Azərbaycan dövləti orada səfirliyi açsın. İmkan vermir həmin o Rusiyanın Gümrü şəhərin, Rusiya Ermənistanın Türkiyənin olan sərhədində Gümrü şəhərində hərbi baza, 102-ci hərbi baza imkan vermir ki, bizim Qərbi Azərbaycanlı soydaşlarımız Ermənistana qayıtsın, tarixi torpaqlarımıza qayıtsın, tarixi Azərbaycan İrəvan xanlığına qayıtsın. Bunu kim imkan vermir? Kim izin vermir? İranla Rusiya. Siz o zaman bu qədər Rusiyanı sevirsinizsə, İranı sevirsinizsə, gedin Rusiya-İran bayrağı ilə profilinizə qoyun. Biz də sizin iç yüzünüzü bilək. Nə yapışmışsınız elə İsraildən? İsraili az qala ittiham edirsiniz. Sizin Facebooklarınızı bağlayırlar. Facebookun sahibi kimlərdir? Bir baxın, görün Facebook şirkətinin sahibi kimdir? Və Facebookunuz bağlananda başlayıb ağlamayın.
başlayıb dilənməyin. Baxın, biz müraciət elədik. Müraciət əsasında səhifəmizi, Elxas Atal səhifəmizi bərpa elədik. Milli Fəda Hərəkatının paylaşımlarını bərpa elədik. Demokratiya budur da, qanun budur. Yəni, insanlara yanlış manipulyasiya etmək, yanlış məlumatlar yaymaq yol verilməzdir. Ümidvarıq ki, bizim canlı yayımızda biz bunu Milli Fəda Hərəkatında da paylaşacaq və biz həqiqətləri deyəcəyik. Ona görə bizim heç bir halda qorxacağımız, çəkinəcəyimiz bir şey yoxdur. Və hər birinizə təşəkkür edirəm. Canlı yayımı yekunlaşdırmaq istəyirəm. Və şalom deyirəm və müqəddəs atamız bizim Dədə Qorqudumuzdur, Oğuz xaqanımızdır və biz törəmizə bağlıyıq. Nə mutlu Türküm deyənə, qanlı Türkü qorusun deyirəm. Ona görə biz hətta 44 günlük müharibədə Türkiyənin, Azərbaycan Respublikasının və əlbəttə ki İsrailin bayrağı ilə insanlar küçələrə çıxdılar və qalib gəldilər. Ona görə də biz bu sonda canlı yayımızla Azərbaycanın böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadənin və Əfəz Elçi bəyin və ümumi liderimiz Heydər Əliyevin sözləri ilə yayımı bitirmək istəyirik. Bir kələ yüksələn bayraq bir daha inməz. Sən bizimsən, durduqca bədəndə can. Yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Orada bir yol var uzaqda. O yol bizim yoldur. Dönməsək də, varmasaq da, o yol bizim yoldur. Mən fəxr edirəm ki, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Tanrı Türkü qorusun.